Çox təcili olaraq belə bir 2 mərtəbəli evimiz çıxıb satışa dostlar. Hər vaxtınız xeyir olsun. Bu hal-hazırda sizə təqdim edirəm giriş qapısını. Belə bir böyük darvazası var. Bir maşınlıq həyəti vardır. Rahat maşın bu evin həyətinə girə bilər. Belə bir 2 mərtəbəli göründüyü kimi belə bir 2 mərtəbəli evimiz çıxıb satışa dostlar. Evimiz kupçalıdır, tam mülkiyyətdir, çıxarış əldədir. Burada göründüyü kimi podval hissəsi. Belə bir quru podvalı vardır. Evimiz tam təmirlidir, tam təmir başa çatmışdır. Hal-hazırda 5-6 daş üstündə evimiz tikilmişdir. Daxil olaraq evimizin dəhlizinə. Sağ tərəfdə belə bir qonaq otağı mövcuddur. Pəncərəsi öz həyətinə baxışı vardır. Buyurun, belə bir geniş qonaq otağı. Dəhlizdən sol tərəfdə isə belə bir mətbəx hissəsi sizə görünür. Mətbəximiz də belə bir genişdir. Pəncərəsi öz həyətinə baxır. Pilləkənin sol tərəfində belə bir kladovkası mövcuddur. Burada müəyyən əşyaları yığmaq mümkündür. Burada isə belə bir yer var. Burada da yenə bir nəsə düzəltmək olar. Sol tərəfdə isə belə bir ümumi sanitar qovşağı mövcuddur. Qalxırıq ikinci mərtəbəyə. Qalxdıq ikinci mərtəbəyə dostlar. Bu dəhliz hissəsidir. Dəhlizdən sol tərəfdə belə bir yataq otağı mövcuddur. Şöyle pəncərədən baxışı var. Sol tərəfdə ikinci bir digər yataq otağı. Bütün otaqlara pəncərə düşür. Pəncərədən baxış öz həyətinədir. Burada isə belə bir üçüncü digər otağı mövcuddur. Genişdir otağımız. Zal kimi də istifadə etmək olur. Pəncərə düşür öz həyətinə. Buradan isə balkona belə bir keçid vardır. Belə bir balkonu var. Və buradan həyəti görünür. Dostlar, bu evimiz deməli 2 mərtəbədən ibarətdir. 5 otaqdan, 2 sanuzeldən. Burada da ikinci bir sanitar qovşağı vardır. İkinci mərtəbəyə aiddir. Qoşa daşdan tikilmişdir. Evimiz kupçalıdır. Start olaraq 85 min manata qiymət deyilir. Real alıcı olarsa ev sahibi tərəfindən cüzi endirim olacaqdır. Kimə maraqlıdır, profildə nömrəmiz var. Buyurun, zəng vurun. Biz sizə bu evin alınmasında yardımcı olaq. Və kimisə belə bir malı, mülki obyekti varsa, biz dərhal gəlib sizə köməklik edib, həmin obyektləri çəkib və saytda yerləşdirə bilərik. Əgər siz arzunuz olarsa. Sağ olun. Allah satana da, alana da xeyir versin. Gününüz xoş və uğurlu olsun dostlar. Sağ olun.